Türk dövlətləri təşkilatının güclənməsi üçün nə lazımdır? Ciddi iqtisadi inteqrasiya lazımdır. Bunun üçün davamlı inkişafın nail olması lazımdır. Bunun üçün rəqəmsal iqtisadiyyat və rəqəmsal gələcəyin təminatı lazımdır. Bütün bunlar hamısı hər tərəfli təhlükəsizlik təmin edə biləcək addımlar olmalıdır. Və bu istiqamətdə də işlər görülməkdədir. Nəticələr böyükdür və Azərbaycanın bu prosesə çox ciddi töhfə vermək imkanları var. Və təsadüfi deyildir ki, dövlətimizin başçısı Cənab İlham Əliyev Budapeştdə keçirilən məlum tədbir çərçivəsində çıxışında vurğuladı ki, Azərbaycanın həm nəqliyyat, həm enerji təhlükəsizliyi məsələlərində də Türk Dövlətləri Təşkilatına ciddi köməkliyi var, dəstəyi var, ciddi potensialı var və vurğuladı ki, dəmir yolu ilə bax bu keçən ildə 11 milyon ton yüklər daşınıb. Bakı-Tbilisi qaz dəmiryol xətti ilə 5 milyon ton yük daşınması həyata keçirilir. Bu çox ciddi rəqəmlərdir ki, məhz yük daşıma potensialına, nəqliyyat potensialına töhfələr verir. Eyni zamanda Cənab Prezident çıxışında vurğulandığı kimi bizim 50 ticarət gəmimiz var. Eyni zamanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir. Bizim 8 hava limanımız var, beynəlxalq hava limanları var. Bunların fəaliyyəti də təbii ki, eyni məqsədə xidmət göstərir ki, nəticə itibarilə yük daşımalar ən yüksək səviyyədə olsun. Enerji təhlükəsizliyi prosesində bizim ciddi töhfəmiz var. Və Azərbaycan bilirsiniz ki, bu günləri 10 dövlətə öz qazını ixrac edir. Onlardan daha doğrusu 12 dövlətə ixrac edir. Onun 10-u Avropa dövlətidir. Onun 8-i isə Avropa İttifaqı ölkəsidir. Və onlardan biri də keçən ildən başlayaraq məhz Macarıstan deməli dövlətidir. Macarıstan da Türk Dövlətləri Təşkilatının bu günləri qeyd etdiyimiz kimi müşahidəçi statusundadır. Amma enerji təhlükəsizliyi sahəsində bizim əlaqələrimiz çox sürətlə inkişaf eləyir. Və eyni zamanda quruda qaz çıxarma prosesində, neft çıxarma prosesində də Macarıstan iştiraki məsələlər bugün əsas müzakirə predmetidir. Və həm də o sevindirici cəhətdir ki, bizim iki ölkəmiz bir-birinə strateji tərəfdaş kimi yanaşır və bunu hüquqi sənədlərdə təsbitləyib. 2014-cü ildə Azərbaycan ilə Macarıstan arasında deməli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. 2 il bundan öncə, 2023-cü ildə isə bayaqki strateji tərəfdaşlığın birgə bəyannamə idi. Növbəti bir sənəd imzalandı. Bu artıq genişləndirilmiş strateji tərəfdaşlığa dair birgə bəyannamədir. Fikirləsə strateji tərəfdaşlıq sonra genişləndirilir. Necə bizim Çinlə də analoji addım atdıq. Və sevindiricidir ki, artıq Macarıstan baxmayaraq ki, Türk Dövlətləri Təşkilatının üzvü deyil, müşahidəçi statusundadır. Türk Dövlətlərinin investisiya fonduna düz 100 milyon dollar vəsait ödəyib. Bunlar nəyin ifadəsidir? Onun ifadəsidir ki, doğrudan da həm Macarıstan dövləti, onun ali siyasi rəhbərliyi, şəxsən Orban, Türk Dövlətləri Təşkilatının inkişafına xüsusi önəm verir və Azərbaycanla münasibətlərdə dinamik sürətlə inkişaf edir.